sağlam qalsın. Onu nə cür etmək olar ki, o insana daim yaxşılıqları göstərsin, pisliklərdən çəkindirsin. Nə cür etmək olar? Allah Teala Ənfal surəsinin 29-cu ayəsində buyurur. Buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, İntəttəqullah, əgər günahdan çəkinsiniz, əgər təqvalı olsunuz, hansı ki, bugün Ramazan ayında bizim tutduğumuz orucun əsas hədəflərindən biri budur. Əsas hədəflərindən biri budur ki, bizim təqvalı olmağımız, bizim günahdan çəkinməyimiz. Yəni, burada təkcə yeməkdən, içməkdən, çəkinməkdən getmir söhbət. Allah Teala insanlara günahdan çəkinməyi öyrədir. Bəzən biz zahirə başımız qarışır, batindən xəbərimiz yoxdur.